Avqust ayının 13-ü 2025-ci il həftənin çərşənbə günü. Mən Əliyev Rəşad Saraslı gəlmişəm Türk dünyasının böyük ustad aşığı Aşıq Hüseyn Saraslı'nın evinə və istəyirəm evini videoya çəkəm, sizlərə göstərəm. Dostlar, bura Hüseyn Saraslı'nın evidir. Bu ata-babadan qalma evidir. Bu isə sonradan tikilmə evidir. Bilirsiniz ki, Hüseyn Saraslı'nın nəslinə çoxallı nəsli deyilir. Hüseyn Saraslı elə bir tayfada, elə bir nəsildə dünyaya gəlib ki, o nəsil Saraslı kəndinin çoxalları olur. Hüseyn Saraslı'nın 3 babası Saraslı kəndinin, düzdür, babasının qardaşı da çoxa olub, amma əsas Hüseyn Saraslı'nın 3 babası Saraslı kəndinə çoxalıq eləyir. Belə ki, çoxa alı olur, sonra onun oğlu çoxa qurbandır, sonra isə çoxa qurbanın oğlu çoxa Musadır, bu Aşıq Hüseynin babasının qardaşıdır və Hüseyn Saraslı'nın ana babası çoxa İsədir. Hüseyn Saraslı'nın atası ilə anası əmi qızı, əmi oğludur. Hüseyn Saraslı'nın babaları çoxa olarkən, Hüseyn Saraslı'nın atası isə 19-cu ilin iyun ayının 8-də Borçalı Mahalı Bələdiyyə Məclisinə Ümumət Sosial Demokratlar Partiyasından deputat seçilir. Və Aşıq Hüseynin atası, babası deputat olarkən, çoxa olarkən, onların həbsxanası da bizim bu otaq olur. Bu otaq vaxtı ilə Hüseyin Saraslı'nın babası çoxa İsənin, atası deputat qurbanın həbsxanası olur. Sonradan Aşıq Hüseyin Saraslı buranı təmir etdirir və ikinci mərtəbəsini tikdirir, buranı otaq edir. Bura isə artıq ikinci mərtəbədir. Bu gördüyünüz şüşəbənd Hüseyin Saraslı'nın afişaları, foto şəkilləri, böyüdülmüş foto şəkilləri, həmçinin burada. Burada isə onun şəxsi əşyalarıdır. Bu Hüseyin Saraslı'nın böyüdülmüş şəklidir və bu 84-cü ildə, 1984-cü ildə Fərhad Quluoğlu, heykəltaraş Fərhad Quluoğlu tərəfindən hazırlanaraq Aşıq Hüseyin Saraslı'ya hədiyyə olunur. Bu saz isə İranın Marağa şəhərində bağlanılıb və Hüseyin Saraslı'nın nə ki şəhidləri var, hamısı bu sazdan dərs alıb. Yəni, bu sazda öyrənir. Qaldı bu şkaf isə, bu şkafda Hüseyin Saraslı'nın bir çox əl yazmaları, şəkilləri və əşyalarıdır. Bu şkafın demək olar ki, hər biri onun əşyasıdır. Bu isə Hüseyin Saraslı'nın belə bir foto şəklidir. Sonra 1961-ci ildə Azərbaycan aşıqlarının 3-cü qurultayında iştirak edərkən orada aldığı venetkadır. Oradan verilən venetkadır. Hüseyin Saraslı'nın. İstəyirəm bir neçə dənə foto şəklini sizlərə göstərdim. Hüseyin Saraslı'nın tərcümeyi halı haqqında sizə məlumat vermədim. İstəyirəm bir balaca o haqda da məlumat verim. Belə ki, Hüseyin Saraslı 15 fevral 1916-cı ildə bu evdə dünyaya göz açmışdır. Çoxa qurbanın tayfasında, çoxa alının tayfasında. Bilirsiniz, Aşıq Hüseynin babasının adı, ata babasının adı Həsəndir, Həsənin atasının adı da Qurbandır.
Aşıq Hüseynin atasının adı da Qurbandır. Bu Aşıq Hüseynin atası Qurban kişinin şəklidir. Belə ki, bu Qurban kişidir, bu isə Şair Nəbi Faxralıdır. Borçalı Mahallı Bələdiyyə Məclisinin ilk iclası keçirilir Bolnis rayonunda. Bolnis rayonunda iclas keçirilərkən Hüseyin Sarasının atası deputat Qurban hansı məclisə dəvət olunurmuşsa da vaxtilə rəhmətli Şair Nəbini öz məclislərinə apararmış. Ona görə Şair Nəbinin də bu məclisdə şəkli var. Qaldı bu isə Hüseyin Sarasının ana babası Çoxa isədir. Əvvəlcə qılava işləyib, sonra isə Saraslı kəndinin çoxası olub. Bu isə qılava isənin yoldaşı Gülpəri nənədir. Gülpəri nənə şair Aşıq Qaraninin nəticəsidir. Belə nəticəsidir. Şair Aşıq Qaranidir. Onun oğlu Vəlidir. Vəlinin oğlu Hacıdır. Hacının o qızı Fatmadır. Fatmanın qızı Gülpəridir. Gülpərinin qızı Yetər xanımdır və Yetər xanımın oğlu Aşıq Hüseyin Sarasılıdır. İndi sizə Aşıq Hüseyin Sarasının anası Yetər xanımın şəklini də göstərəcəm inşallah. Bu isə Hüseyin Sarasının afişalarıdır. Hansı konsertdə neçənci illərdə olub. Bir neçəsi buradadır. O divardadır, buradadır. Və bir neçəsi də aşağıdaydı. Onu da göstərə bilmədik. Otaq qaranlıq olduğuna görə bu Yetər xanımdır. 6 bacı olublar. 1926-cı ildə Yetər xanımın bacısının yoldaşı Bayram Saraslı meşəsində güllələnir. Sonra isə 31-ci ildə fevral ayının 15-i Aşıq Hüseyin Sarasının doğum günündə isə həyat yoldaşı, Yetər xanımın həyat yoldaşı deputat Qurban, Aşıq Hüseyin Sarasının da atası Qurban kişi Qaraqayanın düşündə günahsız yerə güllələnir bolşeviklər tərəfindən. Qurban kişi güllələnərkən Qurban kişinin kiçik oğlu Qurban dünyaya gəlir və atanın adı oğula verilir. Qurban kişinin anası Fatma nənə oğlunun başından qopan sümüyü gizlincə evə gətirir və sandıqda gizləyib saxlayır. Oğul deyə sümüyə baxıb ağlamaqdan gözdən kör, qulaqdan da kar olur. Ancaq Qurban kişinin bacısı Zeynəb xanım isə qardaşının güllələndiyini görür və onun güllələndiyinə dözmür, ürəyi partlayıb rəhmətə gedir. Onun isə 2 övladı qalır. Camal bəy və Gülcamal xanım. Çox təəssüflər olsun ki, Camal bəy də həddi buluğa çatanda Tiflis şəhərində öldürülür. Hüseyin Sarasının atası Qurban kişi güllələndikdən sonra bütün ailənin yükü Aşıq Hüseyin Sarasının ana babası, yəni bu kişinin üzərinə düşür, ailənin bütün ağırlığı. Bu kişi isə ailəni bir neçə ili idarə edir, kürəkəninin güllələnməyinə dözmür, dünyadan köçərkən ailəsinin nökəri Nəbiyev Mahmud Əhmədoğlunu məcbur edir ki, qızım Yetər xanımla ailə həyatı qur. Nökər razı olmasa da Əl-Qərəz isə kişi məcbur edir, qızı Yetər xanımla evləndirir nökəri. Nökər evləndikdən sonra onun da 2 qızı olur. 3-cü qızı dünyaya gələrkən Böyük Vətən müharibəsi başlayır və Mahmud Böyük Vətən müharibəsinə gedir, geri qayıtmır. Bu birisi tərəfdən isə deputat Qurban güllələnərkən Aşıq Hüseynin atası, yəni deputat Qurban güllələnərkən böyük oğlu Aşıq Hüseyin Sarasının böyük qardaşı Həsən. O Həsəni Səməd Vurğunun əmisi
Həmid ağa Vəkilov aparır, gimnaziyada oxutdurur. Həmid ağa Vəkilov Koxa İsənin mizəsi olub vaxtilə. O yüzden də Həsəni aparır, gimnaziyada oxutdurur və Həsən Akstafada uzun illər müəllim işləyir. Böyük Vətən müharibəsi başlayarkən Həsən atalığı Nökər Mahmudla birlikdə müharibəyə göndərilir. Təəssüflər olsun ki, Mahmud kişi orada şəhid olur, Həsən kişi isə əsir düşür. Əsirlikdən qaçır, partizan dəstələrinə qoşulur və bir Macar qızı ilə evlənir. Macar qızından bir Tamara adında övladı dünyaya gəlir. Sonra isə Həsən kişinin partizan olduğu deşifrə olunarkən onu tuturlar, həbsə salırlar. Həyat yoldaşı Nökər Mahmudun vəfat etdiyini, oğlu, böyük oğlu Həsənin isə həbs olunduğunu eşidən həmin bu Yetər xanım bu acı xəbərə dözmür və 46-cı ilin əvvəli dünyasını dəyişir. Həsən isə həbsxanadan qayıtdıqdan sonra 66-cı il mart ayının 18-də Aşıq Hüseyin Saraçlı Bakıda Filarmoniyada konsert verərkən dünyasını dəyişir və öz vəsiyyəti ilə atası Qurban kişinin yanında Qaraqayanın döşündə dəfn olunur. Hüseyin Saraçlı isə atası Qurban kişi güllələndikdən sonra qalır həm atasız, həm ustadsız. Belə ki, Hüseyin Saraçlı 1926-cı ildən saz ifa edir. Vaxtilə Qurban kişi Aşıq Hüseyin Saraçlının aşıq olmağını istəmirdi ki, o oxusun, elm sahəsinin adamı olsun. Aşıq Hüseyin Saraçlının isə aşıqlıq sənətlə olan marağı məktəbdən onu uzaqlaşdırır və aşıq sənətini öyrənir. 31-ci ildə Qurban kişi güllələndikdə Aşıq İsmail Saraçlının qardaşı da Türkiyə ərazisinə keçir, Yunis. Bu Yunis Türkiyə ərazisinə keçdiyinə görə Aşıq İsmail Saraçlını da bolşeviklər həbs edir. Aşıq Hüseyin Saraçlı həm atasız, həm ustadsız qalır. Hüseyin Saraçlının atasız və ustadsız qaldığını görən böyük qardaşı Həsən və anasının bu Yetər xanımın dayısı, onun adı da İbrahim olub, Dərzi Öy deyirlər, o nəsildəndir. Həmin o İbrahimlə quşçu Aşıq İbrahim dost olur. Belə ki, bu İbrahimlə Aşıq Hüseyin Saraçlının böyük qardaşı Həsən quşçu İbrahim Saraçlı kəndinə toya gələrkən onunla söhbət eləyir və Aşıq Hüseyin Saraçlını onun yanına şəhid qollar. Aşıq Hüseyin Saraçlı 2 il yarım, 3 il quşçu kəndində quşçu İbrahimə qulluq eləyir. Oradan qayıtdıqdan sonra Faxralı Aşıq Sarvan Bayrama bir neçə il qulluq eləyir. Aşıq Sarvan Bayramla toylara gedir. Daha sonra isə Saraçlı həmin Hüseyin Saraçlının atalığı Nökər Mahmudun qardaşı olur. Onun da adı Hüseyin olur, Şair Hüseyin. Həmən Hüseynin də şəkli mənim əlimdədir və sizə göstərəcəm. Həmən bu Şair Hüseyindir. Buna 2 il saz tutur. 2 il Şair Hüseynə saz tutur. Bu vəfat etdikdən sonra Faxralı Şair Nəviyə və Şair Ağacına saz tutur. 37-ci ildə mükafatlar alır. İlk dəfə mükafatı 37-ci ildə Tiflis şəhərində alır. Daha sonra Pantukis adıyla bir müddət həbs olunur. 48-ci ildə sürgün etmək istəyirlər. Nəysə bunlardan öz yaxasını qurtarır və ömrünün axırına kimi aşıqlıq edir. 1986-cı ildə ortancıl oğlu Abbas dünyasını dəyişdikdən sonra Hüseyin Saraçlı onun ilinə qalmır və 1987-ci il aprel ayının 16-sında dünyasını dəyişir. Ustada rəhmət, sizlərə can sağ olun.